Salam aleykum. Demək burada natrium üstə gəl HNO3 əmələ gəlir. Natrium NO3 üstə gəl N2O üstə gəl su. Bunu tez bazar əmsallaşdıraq, vaxtımız getməsin. Həmçinin mis üstə gəl HNO3 mis NO3 2 NO2 su. Burada belə yazıram. Düzdür, çox adam bunu şikayət edir ki, bu qəliz məsələdir, uzun vaxt apar. Bəli, vaxt apara bilər. Amma rahat bir yol yazsaq, inşallah aparmaz. Məsələn, biz natriumun molunu bura X yazıram. Birinci reaksiyadakilərin hamısına X yazıram. İkinci reaksiyadakinin hamısına Y yazıram. Diqqətlə məni izləyin. Və natriumun bu A qramını mən sonra qaydacam ona 8x vurulsun 23 götürürəm. Misdə B bərabərdir 64 y götürürəm, buna sonra qaydacam. Və burada turşu 10x 4y-dir. Deməli 10x plus 4y-dir. Reduksiya məhsulu nə deməkdir? Yəni 10x azotun 8x-i duzun içindədir. 2x reduksiya olub. 4y azotun 2y duzun içində 2y deməli reduksiya olub. Və bu da neçəyə bərabərdir? 25%. 0,25. Yəni 10x plus 4y nitrat turşusu 2x plus 2y reduksiya olub. Buradan 2x-dən 2y 0,25-ə bölürəm. 2 bölünsün 0,25 eləyir. 8x plus 8y bərabərdir 10x plus 4y. Buradan 2x deməli olacaqdır. Deməli 2x bərabərdir. Deməli 4y. Buradan da x bərabərdir 2y. Məsələ bitdi. Yəni məsələ qutardı. Yəni mən tapdım x-i 2y. Gətirib burada yerinə yazıram. Bax bu 8x deyil. Yazıram 8 vur. X-in yerine nə yazacağam? 2y vurulsun 23. 8 vurulsun 2 vurulsun 23. 368 y eləyir. Bizim A-mız. Bu da elə 64 y qalır yerində. Aydındır, vəssalam. A-nı B-yə bölürsən, 368-i bölürsən 64-ə 5,75 eləyir. Yəni bu belə bir rahat yolla həll oluna bilər.